Səhər kofe içməsəm günə başlaya bilmirəm. Bu cümlə sənə də tanış gəlirsə, videonu mütləq izlə. Bəziləri deyir ki, qəhvə enerji verir və metabolizmanı canlandırır. Bəziləri isə deyir ki, qəhvə mədəni deşir, stresi artırır və bədəni susuzlaşdırır. Bəs həqiqət nədir? 2022-ci ildə səhər qəhvəsinin qan şəkərinə təsirini ələ alan araşdırma keçirildi. Aparılan təcrübədə səhər acqarnına qəhvə içənlərin qlükoza səviyyəsində 50%-ə qədər pozulma müşahidə olundu. Həmçinin qəhvə stres hormonu olaraq bildiyimiz kortizol səviyyəsini də artırır. Kortizol onsuz da səhərlər təbii olaraq yüksəlir. Bu zaman əlavə kofein bədənə süni stres siqnalı verir. Maraqlı fakt odur ki, beynin adenozin reseptorlarına bağlanaraq yuxululuq hissini azaldan kofein həmçinin dopamin təsirini də artırır. Buna görə də bir çox insan özünü qəhvəsiz yaxşı hiss edə bilmir. Lakin idmandan əvvəl və qida qəbulundan sonra qəbul edilən kofein yağları yandırır və həmçinin mədəni narahat eləmir. Qəhvə zərərlidir deyə bilmərik, amma səhər acqarnına içilən qəhvə mədədə reflü, ürək döyünmə və qan şəkəri pozuntusu kimi fəsadlara yol aça bilər. Bəs sən qəhvəni günün hansı hissəsində içirsən? Cavabını rəylərdə paylaş və səhifəni izləməyi unutma.